Göylərin və yerin yaradılışını düşünmək bir ibadətdir. Hətta ən yüksək ibadətlərdən biridir. İbn Hibbanın səhihində atadan rəvayət olunduğuna görə, Həzrəti Ayşə radiyallahu anha demişdi. Peyğəmbər sallallahu aleyhi və səlləm gecə mənim yanıma gəldi və dedi, mənə Rəbbimə ibadət etməyə icazə verin. Namaz qılmaq üçün qalxdı, dəstəmaz aldı, namaz qıldı. Saqqalı islanana qədər ağladı. Yer islanana qədər səcdəyə getdi. Bilal səhər namazını xəbər vermək üçün gələnə qədər yanı üstə uzandı. Bilal dedi, ey Allahın Rəsulu, səni ağladan nədir? Allah sənin keçmiş və gələcək günahlarını bağışlamadı mı? O dedi, vay halına Bilal, Allah bu gecə bu ayəni nazil edib, mənim ağlamama nə mane olur? Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində ağıllı insanlar üçün dəlillər vardır. Ali İmran 190. Hər şeyi yaradan doğru dedi və biz onlara üfüqlərdə öz əlamətlərimizi göstərəcəyik.